Dostlar, bu günləri Range Rover yığırıq. Dünənlər demişdim, ya bunu yığacağıq, ya da ki, hani ya da bu Mercedes'i. Bu Mercedes'i indi bizim tapa bilmədiyimdən ötürü Range Rover yığırıq. Çünki Range Rover yığmaq yenə də o Mercedes yığmaqdan biraz asandır. Yəni bunu almışdım, yəni bunu mənə qardaşım hədiyyə eləmişdi o vaxtda. Təzə çıxan vaxtlar bu maşın. Ondan bəri qalıb məndə bu fitdə. Yani aslında çok da bir şey yoktu. Yaxşı yığılıbdı. Sadece sözleri biraz qəlbə yazılıbdı. Bir dəqiqə buradan bu Range Rover sözünü tapsam qəşəng olayaq. Qara hərflə Range Rover. Hə. Yox, bu da buranındır ha. Bir dəqiqə burada bir dənə iki Range Rover sözünü tapsam qəşəng olayaq, amma tapa bilməm hələlik. Bu hə. Bunu silək, maşının rəngini qaraldıq. Çünki Range Rover qara olur. Çakarları rəddləyim. Çakar lazımsızdır bu maşına görə məncə. Ya da axırda taxayım, bilmirəm görəsini. Belə eləyək, daha da yaxşı. Hə. Axırda taxayım çakarı. Mənim başım bırax hələlik. İndi çıxartma. Çıxartmalardan qabaq birinci mən bunun şüşəsini əldə eləmək istəyirəm. Çünki şüşə mənim üçün hər şeydir. Bilirsiniz. Qəşəng deyəcək, bunu belə aynı san ağ eləsək, aynı sanını belə qaralaşdırsaq belə pis olur bir dəqiqə. Aynı sanını açırıq, rəngini qaraldıq. Aha. İndi cam yazılarına gəliyik, buradan bunu düzəldəcəyik. Yəni Range Rover çox yığmışam deyə Range Rover yığmaq asandır mənə görə. Qırmızı rəng eləyirik. Bunu qapqara eləyək ki, harasaydı qalır. Bu yan tam. Bu yan gətirək, indi bu yanı belə. Burada hazır oldu. İndi bir dənə bunu balaca şüşəsini əldə etmək lazımdır. Bütün belə kruqavoy bunu üst tərəfdə kraskalanır, ona görə belə. Balaca tam oldu. Ha, oldu. Dışarıdan da çıxır. Aha, geçir. İndi bunun qabaq şüşəsini, bəzi Azərbaycanda maşınlar olur, belə qabağın mavi bənövşə kimi olanlardan eləmək istəyirəm. Yəni biraz bunu belə batırıq rəngini. Oy, biraz çox getdi. Belə. Şüşəni belə eləyək. Bana mənim şəkil formamda belə eləyirəm, daha rahat olur bu şüşəni düzəltmək. Çünki belə rahat olur da, belə basmaqla, zavmaqla əlləşmirsən çox. Bas, aha. Biraz uzat, fısiyo. Bir dənə dal tərəfə ağ atırıq, dal tərəfdən. Böyütsək, qaran. Belə qəşəng olur. İndi gələk bir dənə bunu kopitləyək. Fırladaq bir yana, bir yana. Şöyle bırak. Bir dakika bunu böyle düzeltmek biraz karışık olacak. Bunu indir. Hah, geçiyor oldu. İndirik belə oldu. Yani hala tam üləyim istəyən kimi deyil, amma birazdan geçiyor olacaq yəqin ki. Buna bu şart yaxşı deyil, bu da deyil, bu da deyil. Bir dənə tam bütün jantlara baxacaq, bundan hansı xoşumuza gələk. Coin'im de yoktu ki, böyle coin'den bir jant aldım. Qəşəng durdu elə bil. Bir çəkkəl bu qəşəng durdu. Hələ bunu sabitləyib, buna baxın. Bu neçə pis durdu, bu da pis durdu. Bu da elə bil şeydir, velosiped diskidir. Bu rəngini açdan pis durur. Bu da elə. Bu heç yaraşmır. Bu yenə də biraz yaraşır bu. Bu olmuş. Bu ne tər şeydir? Bu da qəşəng şeydir, amma PBS yaraşmaz məncə buna. Bunu qaraltmaq olar amma.
Yok, bunu aldığımız bu yaxşıdır. İndi öncelik çakar hissəsini çakarını düzəltmək lazımdır. En başta nömrə taxmaq lazımdır. Kanalımıza uyğun olan bu nömrəni taxıram. Sonra çakarlarımızı nə rəng eləyək? Aynı rəngə basaq. Qara eləyim yoxsa qırmızı? Qırmızı yarışmaz. Sarı ola bilər əslində. Sarı üstündə gəlmişəm amma maşının öz rənginə uyğun idi. Tapdım. Birini ağ eləyək, birini də qara. Aldım. Belə olur. İndi bir dənə bunun ayarını düzəltmək lazımdır. Süspansiyon ayarını. Çox öyle istəyəndə dəqiqə. Təkərlərini biraz balacalaşdırmaq lazımdır. Tavanını gözləyib. Böyükdən baxalım. Böyle biraz çox çıxıb bunlar. Tavanı biraz basıqdan basırıq. Dönmə açısından max eləyəndə qəşəng olur. Bu maşına başqa nə almaq olur, orasını bilmirəm tay. Yəni bu üstünü bağlamaq var məncə. Üst tərəfini belə xətlə bağlamaq var. Məncə bayaqki kimi qırmızı, mavi fərqi yoxdur, yaşıl olsunlar. Belə eləyirik, bir yerdən çıxmıyor ki. Yox, belə eləməyək, belə hər yer deyil, belə eləsək yaxşıdır. Xaçı bir yerdən çıxmıyor ki. Yox, çıxmıyor. Onu da qara eləyək, ya da qara biraz açıq qara eləsə yaxşı olar belə. Bit eləsə yaxşı olar məncə. Bir tıqqıltılı səs gələ bilər, o da naşinim tam yapışmamalıdır. Əslində naşinik var. Sadəcə bu naşinik daha yaxşıdır ki, mikrofon səsini videoya salınır. Ona görə bu naşini istifadə edirəm. Yəni tak-tuk səs gəlsə fikir verməyin. İndi belə oldu. Yəni buna da ki bu ayarı eləmək istəmirəm. Eləyim vaxtda mənim hesabım burqat ayaqlar deyə dəymək istəmirəm bu maşına. Bu maşın 819 EP məncə yaxşıdır. İndi bilmirəm, hələ bir 7 dəqiqəmiz var. 7 dəqiqə nə eləmək var? Bunu 7 dəqiqəni hələ bilirəm. Ona heç bilmirəm, amma baxaq da çıxır. Məncə azıcıq da fərqli rənglərə qaçmaq istəmişik. Çünki hər zaman eyni rəngdən adam canı sıxılır ki. Bunu biraz belə açığımı sarı aynı salına belə eləyək. Gold formasına geçsək yaxşı olar əslində. Belə 2 dəqiqəyə bir dənə buna Mercedes logosu eləyək. Belə eləyək. Qaraldaq. Belə. Bunu da biraz qaraldaq. Belə. Yəni ortaya bu loqonu atıb böldük. Bu da daha hazırdır. İndi bir dənə bunun logo hissəsini tez eləyək. 3 bucaq. Artıq. İndi uzadaq bunu. Biraz uzat. Gətirək indi bunu bura. Belə. İndi bunu belə eləyib, belə gətirmək lazımdır. Belə. Işıq düşür görəmirəm. Bunu belə qoyduq. Bir də ki, mən bu videonu attığım dəqiqə, yəni bu çəkdiyim vaxt qutaran kimi mən videonu atıram. Yəni gözləmə işləri olmur məndə. Yəni heç belə nə deyim, düzəl stat deyirəm. Elə olduğu kimi atıram getsin. Telpazı atıram ki, çox videom olsun. Ona görə bir də sizdən də bir xahişim var. Like atıb abunə olmayı unutmayın. Çünki bu kanal nə qədər böyüsək, o qədər də çox video atacağam. Bunu da söz verirəm. Yəni vaxtım olan vaxt atayım, olmayan vaxt atayım, nə aram, onu bilmirəm. Yəni olduqca mən sizə video atacağım həftəyə ərzində. Yəni hər həftə atıram onsuz da. Yəni olmağından olmamağından deyil, amma ona qalsa elə hər həftə atıram. Bir dəqiqə, bunu biraz yaxınlaşdırıb loqonu tanıtmaq istəyirəm.
Başka da bir buna nəsə eləmək lazımdır, amma nə bilim nə eləyək buna. Buna mobil zat olur. Bir dənə yaş şəkili var buna mobil kaplama. Ondan eləyə bilərəm, amma onu eləmək istəmirəm. Maşına yaraşmaz. Buna qısa formada bir şey eləyə bilərəm əslində. Bu dəqiqə videonun qurtarmağına təxminən 15 dəqiqə olmasına 4 dəqiqə 20 saniyə, 4 dəqiqə 45 saniyə qalıbdı. Ona görə tez bazarla nəsə eləyə bilərəmsə yaxşı olar. Ya da indi eləyim bir 15 dəqiqə tamamlanana qədər. Hani buna klika. İndi eləyim 15 dəqiqə tamamlanana qədər. Qalanında gələn bölüm eləyərik. Belə bir kaplama eləmək istəyirəm. Carparking içində elədiyim o BMW ilə kaplama kimi. Bir də ki mənim o satdığım BMW var da axı shows videosunu qoydum. Onu səhər günləri bazarda gördüm. Kimsə mənim adımdan qoyub satırdı. Hansı adam aldısa. İndə mübarək. Yəni mənim kanalım nə deyim, orada tanıtığıma görə təşəkkür edirəm. Bir dəqiqə bu dost şeylərdən uyğun oldu. Önce de belə yazayım, hə, uyğun oldu indi. Bir dəqiqə bunu da belə yazayım. İndi elə belə modifiyə eləyirəm. Çünki birazdan qəşəng, ona görə hələlik elə belə sadə stil saxlayıram. Hələlik sadə stil saxlayıram. Ona görə çox da bir şey eləməyəm. Az qaldı əslində. Qısa formada bir modifiyə eləyirəm ki, qoy heç olmasa qarşımda bir dənə sistem modifiyası olsun. Amma ki mən sadələrindən saxlayıram, sadə formada. Mənim işimdə sadə saxlamaq, sadə xoşuma gəlir. Yəni reallığa uyğunuyuz mu? Belə istifadə edeyim. 12 dəqiqəmiz tamam oldu. Çəkdik. Bir videoda 2 dənə maşın yıxsam qəşəng olar yəni. Heç eləməmişəm bir videoda 2 dənə maşın yıxmağı, yoxlayıb eləməmişəm, amma eləyə çatdıra bilsəm qəşəng olar. Qəşəng, burasını da hansı elədik, indi bunu da motordan qoyuşdurayıq, bəsidir qalan. Motor, belə ender, buranı da belə. Əgər səs gəlirsə belə məhələn, yəni baş qoşmayın. Yəni, aşağıda bayram keçirlər, onun səsidir. Bu deyəsən SLR McLaren idi. McLaren, SLR McLaren yazıldı. Neyse, SLR McLaren. McLaren. Az qalıb vaxtımızın dolmağına 15 dəqiqənin təxmini 1 dəqiqə 25 saniyemiz qalır. Onu da nə eləmək var? Buna nədir? Hə, bunun bölünüşlərdir. Tez bazar ona da bir dənə nömrə taxaq. Buna nömrəni atışıraq. Tez bazar bir dənə buna tez formatı çakarlarımızı taxaq. Aynı renk, sarı yox, qolda qara gedək. Belə olsun. Bu da bir maşınımız. Yəni bir videoda 2 dənə maşın yığdıq. Biri budur. Bir də ki Range Rover. Bu oyundakı bu maşınları da görsəz, əgər məndə birinci mənim maşınımdır. Çünki yığdıqda ikimiz bir yerdə. Yəni hamımız bir yerdə yığdıq. Görsəz ki, belə bir maşın var, birinci mənim. Sağ olun, videomuz bu qədərdir. Yəqin ki, axşam vaxtım olsa bir dənə video atacağım. Sağ olun, salamat qalın.